Değerli abituriyentlər, bugün biz 15 Mart 2026-cı ildə buraxılış imtahanına düşən 11-ci siniflər üçün nəzərdə tutulan Azərbaycan dili fənninin qrammatika suallarının izahı ilə tanış olacaq. Deməli, burada deyilir ki, dünənki yarışın qalibi Səlim neysə söyləyərək otaqdan çıxdı. Nümunə ilə bağlı doğru fikirlər istəyir bizdən. Feili birləşmənin işləndiyini əminliklə söyləmək olar. Burada bunu əminliklə söyləyə bilmirik. Deməli, 2-də bütün qara hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Bütün qara hərflə verilmiş söz burada Səlimdir. Səlim mübtədadır. Otaqdan çıxdı. Çıxdı kim? Səlim mübtədadır və mübtəda bildiyimiz kimi yalnız əsas tərəf kimi çıxış edə bilir. Ona görə 2 düzgün cavabdır. Çıxışlı qal şəkilçili söz tabirlik əlaqəsində aslı tərəfdir. Çıxışlı qal şəkilçili sözümüz otaqdandır və bilirik ki, tabirlik əlaqəsində hal şəkilçili söz, yəni göstəricisi olan tərəf aslı tərəf kimi çıxış edir. Ona görə üstə düzgün cavabdır. Haqqında danışılan cümlədən çıxarılsa, yəni mübtəda, haqqında danışılan nədir? Mübtəda. Cümlədən çıxarılsa, ismi birləşmə, uzlaşma əlaqəsində əsas tərəf olar. Səlim cümlədən çıxarılsa, cümlə belə olar. Dünənki yarışın qalibi neysə söyləyərək otaqdan çıxdı. Otaqdan çıxdı kim? Dünənki yarışın qalibi. Bu zaman mübtəda olar və bu zaman uzlaşma əlaqəsində əsas tərəf kimi çıxış edər. Ona görə 204 düzgün cavabımız, daha doğrusu düzgün cavabımız A variantı. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa mürəkkəb cümlə alınar. Deməli, gedib xaricdə təhsilini artırar, qayıdıb vətəndə işləyər. Kim o? Hər ikisini o edir. Sadə cümlədir, həmcins xəbərli cümlədir. Atası arzusuna çatar. Xaricdə təhsilini artıran o, amma atası arzusuna çatar. Ona görə 2 düzgün fikirdir. Elə orada bir iş tapıb işləyər, yenə də hər ikisini o edir. Bu da tabi mürəkkəb cümlə əmələ gətirmir. Ümumiyyətlə mürəkkəb cümlə əmələ gətirmir. Biliyi xalqına gərəkli olar. O təhsilini artırar. Biliyi xalqına gərəkli olar. Cavabımız ona görə də 2, 4, Y variantı olacaq 32-ci sualımızda. Daha sonra 33-cü sualımız çox rahat suallarımızdan biridir. Frazoloji birləşməni müəyyən edin. Biz bilirik ki, olmaq, etmək, eləmək birləşmələri frazoloji birləşmə yaratmır. 5-i yığalamaq həqiqətən mümkündür. Qapıdan çıxmaq mümkündür. Amma özündən çıxmaq məcazi mənalıdır. Ona görə bu bizim frazoloji birləşməmişdir. Cavab C variantıdır. Sonra fələk ömrümüzə saldı ayrılıq. Getdin gözəl, çox gözlədim, gəlmədin nümunəsinə əsasən cədvəldə doğru fikirləri müəyyən edin. Burada cavabımız deməli, feillər eyni zamanda eyni şəkildə işlənmişdir. Eyni zamanda eyni şəkildə. Feillərimiz hansılardır? Bax, saldı, getdin, gözlədim, gəlmədin. Hər biri zaman şəkilçisi qəbul edib gördüyümüz kimi. Deməli, eyni zamandadır, eyni şəkildədir. Birlər düzgün fikirdir. Daha sonra deməli, burada hal şəkilçisinin tələbi ilə söz kökündə saiti düşmüş isim tamlıq vəzifəsindədir. Burada saitini itirən söz ömrümüzədir. Ömrümüzə saitini itirib, amma hal şəkilçisinin tələbi ilə yox, bizim ömrümüz mənsubiyyət şəkilçisinin tələbi ilə itirmişdir. Ona görə bu yanlış fikirdir. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ilə ifadə olunmuşdur. Bilirik ki, xitablar nədir? Digər nitq hissələri ilə ifadə olunsa da isimləşmiş sayılır. İsimləşmiş sözlərlə ifadə olunur xitablar. Deməli, burada sifət nə edib? İsimləşərək xitab vəzifəsində çıxış edib. Üstə düzgün variantdır. Quruluşla düzəltmə olan fiil əmr şəklində birinci şəxsin təkindədir. Quruluşla düzəltmə olan fiil əmr şəklində birinci şəxsin təkindədir. Quruluşla düzəltmə olan fiilimiz deməli, gözlədiyim, burada gözlə düzəltmədir, amma əmr şəklində deyil. Zaman şəkilçisi olduğu üçün bu xəbər şəklindədir. Yanlış fikirdir. Biz də yanlış xanasında yanlış olanı götürməliyik. Ona görə cavabımız olur 1, 3, 4, D variantı. Daha sonra 35-ci sualımızda deyir ki bizə, 35-ci sualımızda cümlənin birinin xəbəri məsləhət tərkibi ilə ifadə edilmişdir. Heç kəsin ürəyincə deyildi. Nə? Yayın qızmar günlərində şəhərdə qalmaq. Burada məsləhət tərkibi olsa da mübtəda vəzifəsindədir. Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Başına ağıl qoymaq burada ağıl qoymaq tərkib əmələ gətirməyib. İndi Mədinənin bacısı həyatdakı ən böyük arzusu oxumaq idi. Oxumaq idi, tərkib əmələ gətirməyib. Oxumaq idi nə? Mədinənin bacısının ən böyük arzusu. Məbədə gəlməkdə niyyətləri dua etmək idi. Dua etmək də tərkib əmələ gətirmir. Yəni frazoloji, daha doğrusu mürəkkəb feildir. Aləmşəhbəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Demişdik ki, biz əgər xəbərdə məsdər görürüksə, mübtədanı tapırıq Aləmşəhbəyimin yeganə çıxış yolu. Nə? Yerdə qalan nə var? Hamısı nədir? Xəbərdir. Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə? Aləmşəhbəyimin yeganə çıxış yolu. Ona görə cavabımız Y variantıdır. 36-cı sualımızda
Hansı nümunədə altına xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? A bəndində deyir, əvvəlcədən deyim ki, Sabir hələ tapşırıqları düzgün yerinə yetirməmişdi. Sabir burada vergül qoyulmadığı üçün düşünə bilməliyik. Xitabdan sonra vergül qoyulmalıdır. Dostum, Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Burada vergül qoyulub, onu biz mübtəda kimi düşünə bilmərik. Daha sonra Qədir, xahiş edirəm, mənim fikrimə hörmətlə yanaşasan. Burada da mübtəda kimi çıxış edə bilməz. Çünki xitab kimidir, ondan sonra nida qoyulub. Aqil, Səfər, Kərim səni axtarırlar. Aqil, Səfər və Kərim səni axtarırlar. Deyə bilərik xitab kimi. Aqil, Səfər və Kərim səni axtarırlar. Bir deyirəm ki, Aqil, Səfər, Kərim həmcins sözlər kimi səni axtarırlar. Cavabımız, düzgün cavabımız B variantı olacaq. Deməli, düzgün cavabımız oldu D variantı. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fayda xüsusiyyətinə əsasən uyğunluğu müəyyən edin. Yazılışı deyilişi fərqlənmir, sənəd sözü fərqlənmir, parlaq sözü fərqlənir. Səhifələrində də fərqlənmir. 1-3 fərqlənmir. Deməli 1-3 aiddir 1-ə. Buraya yazırıq 1-3. Birinci aid. Səs hərflərinin sayı bərabər deyil. Səhifələrində böyük, bir də şəxsiyyət. Şəxsiyyət sözündə yığının biri düşür. Bərabər deyil, bu aid olacaq. Deməli şəxsiyyət sözü 5 aid olacaq. Cavabımız B variantı olacaq. Yenə də baxaq. Tərkibində kar samit işlənməmişdir. Sənəd sözündə t samiti və s samiti kardır. Parlaq sözündə p x samitləri var. Səhifə sözündə s h f kar samitləri var. Daha sonra şəxsiyyət sözündə ş var. Amma böyük sözündə isə ondan sonra sait gəldiyi üçün böyük əməlləri k əvəzlənməsi baş verib. Burada yoxdur. Cavabımız B variantıdır. Cümlədə buraxılmış durğu işarələrinin düzgün işlənməsini ardıcılıqla müəyyən edin. Ordu, qaçqınlar, əsirlər bir sözlə hər kəs bir-birinə dəyib. Burada həmcins cümlə və ümləşdirici söz işlənib. Ordu, qaçqınlar, əsirlər, virgüllər işlənib və bir sözlə ara söz işlənərsə, əgər bu zaman ara sözdən əvvəl tire, daha sonra isə virgül işarəsi qoyulmalı idi. Düzgün cavabımız B variantı olacaq. Daha sonra xəbəri icbar növdə olan hansı cümlənin tərkibində hərəkətin subyekti və obyekti yoxdur? Həmişə həvəslə yazdırırlar. Kim onlar? Daha sonra burada yazdırırlar, həvəslə yazdırırlar. Birinci burada belə deyək. Deməli, kim yazdırır və nəyi yazdırır bilmirik. Ona görə onlar yazdırır məcburi şəkildə, icbar növdədir, dır şəkiltisi var. Amma kim nəyi yazdırır? Yəni subyekt və obyekt yoxdur. Ona görə bir düzgün cavabdır. Digər cavablarımızı bir dəqiqə silirik. Daha sonra əlbəttə yenə vaxtında dəyişdirməlisiniz. Vaxtını siz özünüz dəyişdirməlisiniz. Burada icbar növ deyil. Dəyişdirməlisiniz. Dünən yazdıqlarımız qovluqdadır. Yazdırdıqlarımız. Burada da xəbər qovluqdadır. İcbar növdə olan fiil deyil. Səhərə kimi kəndə daşıtmalıdırlar. Kim nəyi daşıtmalıdır? Burada da hərəkətin subyekti və obyekti yoxdur. Düzgün cavabımız C variantı. 40-cı sualda deyir, cümlələr əsasında uyğun fikirləri müəyyən edin. Deyir, kökü amonim olan söz saydan yaranmışdır. Nümunənin hər ikisinə aid olmalıdır. Burada baxaq. Onlarla həll olunmamış məsələyə birgə, onlarla saylarımıza baxırıq. Baxış keçirsə də yenə bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdı. Burada testi verim yuxarı. Aha, deməli. Saydan yaranmışdır, kökü amonimdir. Birgə sözü saydan yaranıbdır və kökü amonimdir. Amma digər cümləmizdə biz kökü amonim olan saydan yaranan nüksəsinə rast gəlmirik. Dəfələrlə sözü saydan yaranıb, onlar da saydan yaranıb, amma bunların kökü amonim deyil. Ona görə bir olan variantlarımızı çıxırıq. Daha sonra fiili birləşmənin aslı tərəfində olan say var. Onlarla həll edilməmiş sözü var. Burada fiili birləşməsi var və əsas aslı tərəfində onlarla say var. Onlarla insanın gözü qabağında baş verən, bu da fiili birləşmədir və aslı tərəfində onlarla say var. Ona görə 2 hər birinə aiddir. Rəqəmlə yazıla bilməyən say işlənmişdir. Hər birində bir neçə, bir çox, yəni bu saylar rəqəmlə yazıla bilmir. Ona görə 3 də düzgün cavabdır. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Nümunələrin yalnız birinə aiddir deyir.
yalnız birinə aiddir. Bu A bəndinə aiddir. Onlarla biz həm əvəzli kimi düşünə bilərik. Onlarla, yəni həmin şəxslər hansısa bir şəxslə həll olunmamış məsələyə, bir də onlarla yüzlərlə mənasında düşünə bilərik. Yalnız birinə aiddir, amma onlarcanı biz bu cür düşünə bilmərik. Ona görə 4 də düzgün cavabdır. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Deməli, deyir ki, işıqlandırılmışdı. Nədə? Qəzetlərdə tamamlığı, nə qədər qəzet? Bir çox qəzet. Burada təyindir. Daha sonra mümkün olmadı. Nə? İşi yekunlaşdırmaq. Deməli, burada yalnız birinə aid olanı istəyir. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, burada bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Mümkün olmadı nə? Bir neçə işi yekunlaşdırmaq. Buradakı bir neçə sayı fe'li birləşmənin əvvəlində işlənir və fe'li birləşmənin əvvəlində təyin olmur. Buna görə də bu bütövlükdə götürülür. Amma digər tapşırıqda isə deyir, işıqlandırılmışdı. Nədə? Qəzetlərdə hansı? Bir çox. Bu ismin əvvəldə işləndiyi üçün təyindir, amma fe'li birləşmənin əvvəldə işləndiyi üçün biz bunu təyin hesab etmirik. Ona görə düzgün cavabımız D variantıdır. Hər birinizə uğurlar arzulayıram. İnşallah xoş nəticələrinizlə, gözəl nəticələrinizlə sevinərsiniz.